Selamun aleyküm. Axşamınız xeyir olsun. Dünyanın hər yerindəsiz, sizə can sağlığı arzulayıram. Azərbaycanlı millətçilər üçün jurnalistlik dərsinin 2-ci bölümünü bugün başlayıram. Titr məsələsindən başlamışıq. Dedik ki, ərz edeyim keçənki iclasda titrə görə biraz danışdıq. Dedik ki, titr bir yazının, mağazanın vitrinə bənzər. O vitrin o qədər gərək gözəl düzəlinə ki, əvvələn doğru ola, düz ola, yalan olmaya, insanları tavlamaya, insanların amma əlaqəsin, istəyin, ondan sonra insanların o marağın cəlb eləyə və insanları o web sayta gəlməyə, o weblağa gəlməyə, ya o Facebook səhifəsinə gəlməyə, ya o ruznaməyə gəlməyə, ya o televizyona gəlməyə təşviq eləyə. Sonra gərək xəbərin içi də elə yazıla ki, ora gələn adam lənətləməyə bizi. Deməyə ki, bu jurnalist durəz cənab filan olmuş, məni tovladı getdi, yalan bir şeydən ötür. Onun üçün titr çox mühümdür. Titr əslində demək olar ki, bir dəryadan, bir uqyanusdan balıq tutmaq üçün atdığımız qullabdır. Amma bir balıq istəmirik tutaq. Biz istəyirik ki, yüzlər balıq tutaq, minlər balıq tutaq. Çünki web saytımız bizim işimizdir və biz qərarlıdır ki, özümüzün fikrimizi, baxışımızı, ideolojimizi, vətənpərəstliyimizi, hər nəyi ki özümüz hiss edirik, onu sataq tamaşaçımıza, ya alıcımıza, ya oxucumuza. O zaman ki bizim alıcılarımız gələrlər və bunu bizdən alalar, yəni bunu oxuyarlar, onlar bizlə, mən yazarına, sizinlə ki yazırsınız, qələm götürürsünüz əlinizə, tanış olurlar. Siz burada onlara nə verirsiniz? Siz burada o oxuculara müstəqim və qeyri-müstəqim çoxlu bir şeylər verirsiniz. Onlar sizi görmürlər. Yəni yazıda, web saytda, ya ruznamədə, ya hər yerdə ki yazırsınız, onlar sizi görmürlər. Amma sizin ədəbinizlə, mərifətinizlə, düşüncələrinizlə, insaniyyətinizlə, insan haqlarına nə qədər inanırsınız, insanlığa nə qədər inanırsınız, arvad haqqına nə qədər inanırsınız, camiəzi indi nə cür görürsünüz, gələcəğini nə cür görürsünüz, sizin din baxışlarınıza, hər şeyinizə oradan tanış olur. Bir dənə xəbər fikir eləməyin, sadə bir xəbərdir. Bir xəbər sizsiz, sizin baxışınızdır, sizin görüşünüzdür, onun üçün çox mühümdür. Bunun üçün Azərbaycan Milli Hərəkətinin yazarları və qazetəçilərinin böyük bir məsuliyyəti var. Çünki onlar jurnalizmdə bir yalan var. O yalanı Azərbaycanlı jurnalist qəbul etməməlidir. O nədir? Tərəfsizlik. Tərəfsizlik ya farsca bitərəfi bir dənə böyük yalandır. Bunu sizə kim deyir? Bunu mən deyirəm ki, 1370-dən İran tarixi ilə 1390-dan tarixi ilə miladi tarixi ilə ruznamenigarlıq edirəm. Yazıram. İstisnaən hər gün yazıram. Və hər gün bəlkə onlar məqalə oxumaq məcburiyyətiyəm və onlar xəbər oxumaq məcburiyyətindəyəm. Günlərdə ingiliscə, ərəbcə və türkcə və farsca xəbərlərə qulaq asmaq məcburiyyətiyəm. Yəni bu mənim işimdir. 24 saat. Hə, baxın, ruznamenigarlığla mühəndisliyin, döktürlüğün bir fərqi var. Mühəndislər, döktürlər gəlirlər
bir iş görürlər, sonra da dəftərdən paltarlarını dəyişirlər, dəftərlərdən iş yerindən dururlar, gedirlər evlərinə. Amma Azərbaycanlı bir gazeteci, əslən gazeteci, dünyanın hər yerində olur olsun gazeteci bu anlamda, dünyanın hər yerinə gedirsə getsin, nə cür tətilata gedirsə getsin, işi öz yanında. Çünki onun işi zehnindədir. Onun işi gözündədir, onun izi qulağındadır və onun işi dilindədir. Yəni o qulaq asacaq, görəcək, fikirləşəcək. Bunun üçün 24 saat iş üstədir. Mütəəssifanə hətta bir konsertə də getsə, bir xəbər kimi gedir. Xəbərnigar kimi gedir. İşini aparır özünə. Bir döktür, orada döktür kimi getməz. Bir nəfər ölüm halına düşməsə, orada döktürün işi olmaz. Mühəndisin də orada heç işi olmaz. Amma bir dənə gazetecinin orada çox işi var. Görsün. Oradakı adamlar, oradakı oxumaqlar, oradakı musiqilər, oradakı oynamaqlar, oradakı demaqlar, gülmaqlar, coşlar, hər nə ki vardı, bir dənə xəbərnigar, xüsusən Azərbaycanlı bir milli fəal adamı maraqlandırır. Burada nə deyirlər? Azərbaycanın mənafi'i, mənfəətləri, hüququ burada nə cür müdafiə olunur, ya nə cür ona həmlə olunur? Sorusu bunun üstündə var həmişə. Mövzugiri eləməlidir. Yazmalıdır, deməlidir, oxumalıdır. Hətta coşkulara. Ərz edeyim xidmətə, bunun üçün xəbərnigarlıqda tərəfsizlik yox. Bir tərəflik andında, tərəfsizlik adında bir şey yalandır. Niyə yalandır? Bir dənə misal vurum gedək. Məsələn, fərq edin ki, İrandan misal vurum, bir dənə də Amerikadan. Fərz edin ki, Amerikanın rəis cümhur gedir bir yerə, Ərəbistana. Ya İranın rəis cümhur gəlir New York'a Sazman-ı Millələ. Yanınca niyə onlar, 20'lər, 100'lər belə xəbərnigar gətirir? Niyə? Əgər qəral olsa, xəbərnigarlar tərəfsiz olsalar, heç lazım deyil, bir dənə də xəbərnigar gətirir. Hər rəis cümhurun bir dənə rəvabit umumisi vardı. Ya public relations, ya xalq ilişkiləri bir məsulü vardı. O oturar, rəis cümhur nə dedi? Nə məsləhətdir, onu yazar, fəks elər ya e-mail elər mətbuata, mətbuatda çap elərlər. Daimən də bu işi görərlər. Əgər belədir, niyə bəs onlar ya yüzlər xəbərnigarın xərcini verirlər, bu məmləkətdən aparırlar o məmləkətə? Çünki hər bir hadisəni və hər xəbəri və hər bir cümləni ki, bir nəfərin ağzından çıxır, o xəbərnigarların hərəsi ona görə bir növ baxışı var, ona görə bir növ təfsiri var, ona görə bir növ mənfəətin dalısıcandır. Əslində xəbərnigarı hardan gəlibdir, bunu deyim sizə. Çünki bu çox sizə maraqlı olacaqdır. Xəbərnigarı bir dənə işdir və bir dənə sirvətdir. Çox böyük iş və çox böyük sirvətdir. O zaman ki, Amerikalılar iç savaşında idilər və ha belə o zaman ki, Avropalılar buxarlı buğlayan gəmiləri işə saldılar və ondan okyanuslarda hərəkət elədilər. O savaşlarda ki, Amerikanın içində gedirdi, əyalətlər bir-biri ilə savaşa girmişlər və hətta Kanada ilə də bir müddət savaşları oldu. Bunda istirdilər telgrafla bir şəhərdən bir ayrı şəhərə xəbər versinlər ki, filan yerdə dava var, bizə silah göndərin, ya ordu gəlsin, ya bunları yıxdıq, ya onlar bizi dalıya otururlar, gəlin köməkliğə. Ya məsələn, filan şey filan oldu, filan kəs yaralandı, bir belə adam yaralandı, bir belə adam öldü. Bu cəng ya savaş xəbərnigarlığı orada başladı. Çünki hər iki tərəf bir-biri ilə savaşırdı Amerika içində. Gəlirdi, görürdü ki, məsələn, filan tərəf müvəffəq olur, zəfər qazanır. Tez o tirlər ki, telgraf xəttin simlərin bağlamışdı bir-birinə, onu partladırdı.
Onu partladanda xəbəri ki, getmə halında idi, kəsilirdi. Bir zaman ərteşin o işləyənləri gördülər ki, biz xəbəri yazanda vəsətdə kəsilir. Nə cür eləyək xəbərin mühüm yeri əvvəl getsin ki, kəsiləndə mühüm yeri getmiş olsun. Onun üçün bir dana səbki çıxdı, adına Hirəm-i Varunə dedilər, tərsə Hirəm. Hirəm məsələn Misrin o böyük qəbirlər ki vardı, Fironların qəbirləri, ona baxsaq payası enlidir, başa getdikcə darlaşır. Bu normal Hirəmdir. Payası enlidir, başı şeydir. Hirəm-i Varunə, tərsə Hirəm beləsi olmalıdır. Yəni üstdə çox yekədir, gəldikcə aşağıya nazikləşir, aşağıda qutarır. Hirəm-i Varunə, yəni bu ki, yap mühüm məsələ ki, xəbərdə var da, əvvəl verirsən, sonra ondan bir az əhəmiyyət olan, ondan az əhəmiyyət olan, ondan az, axir gələcəksə ya ümumi bir yerlərə ki, o qədər əhəmiyyəti yoxdur, amma xanəndənin ya o şeyin bilməsinin də faydası var. Nəinki faydası yoxdur, ha, amma xanəndəmiz orada yorulsa da, oxumasa da xəbərimizin əsli yerini bilibdir. Bəs xəbər yazmaq nə oldu? Xülasə yazmaq oldu. Tərəfsizlik nə oldu? Yalan bir şeydir. Çünki hərə öz gözü ilə baxır orada, öz gözü ilə yazır. Biz Azərbaycanlılar isə öz gözümüzlə baxmalıyıq, öz mənafeyimizlə baxmalıyıq və tərəfsiz olmamalıyıq. Dünyada hər nə xəbər gedir, ha, onların hamısı ya bizim nəfimizədir, ya bizim zərərimizədir, ya da bizim ilgisi yoxdur. Əgər əgər bizlə ilgisi yoxdur, onları gərək yazmayaq. Çünki bizə nə rəbti vardı? Niyə o xəbəri yazım ki, mənə faydası yoxdur? Millətimin vaxtın, özümün bodcamı, vaxtımı qoyaram, bir ayrı xəbər yazaram. Nədən qoyun bunu yazım? Bu bir çox mühüm məsələdir. Bəs Azərbaycanlı xəbərnigar tərəfsiz olmamalıdır. Nəyə? Elə birincisi budur. Əvvəl budur ki, hər o xəbər ki, Azərbaycana ilgilidir, onu yazmalıdır. Elə burada oldu tərəfdar. Tərəfdarlıq edirik. Biz Azərbaycan xəbərnigarıq. Biz Amerika, heç baxın görün Amerika mətbuatında Güney Azərbaycana görə xəbər yazılar? Yox. İran mətbuatında Güney Azərbaycana görə neçə dənə xəbər yazılar gündə? Həvadis xəbərindən sonra bir şey yazılmaz. Yəni bir nəfər özünü öldürsə, bəlkə o yazılar. Normalda yazılmaz. Türkiyə mətbuatında neçə dənə xəbər Güney Azərbaycana görə gündə yazılar? Gündə desək 0, inanın, ayda bəlkə 3-4 dənə. Quzey Azərbaycanda yenə yaxşıdır bəs. Yəni niyə yazırlar, niyə yazmırlar? Çünki mənfəətləri, o tərəfsizlik məsələsi var. Onların tərəfsiz, əslində Azərbaycan onlara mənfəət deyil ki. Nəyə gəlsinlər Azərbaycan üçün xəbər yazsınlar? Pəs biz məcburuq xəbərdə öz millətimizin tərəfində duraq. Necə Amerikalılar bizim xəbərimizi yazmırlar, necə Japonlular bizim xəbərimizi yazmırlar, necə Çinlilər, necə Ruslular, necə Ərəblər bizim xəbərimizi yazmırlar. Bizim də vəzifəmiz deyil gətirək veb saytımızı, sirvətimizi, vaxtimizi, ömrümüzü, pulumuzu, millətimizin vaxtini qoyaq və gətirək məsələn o birisi məmləkətlərin, o birisi millətlərin xəbərini yazaq ki, bizim millətimizə rəbti yoxdur. Hə, bir də dostlar gəlirlər, bir sadə işə mübtəla olurlar. O sadə iş nə deməkdir? O sadə iş bunu deməkdir ki, deyirlər ki, mənim təxəssüsüm yoxdur, ya da vaxtım yoxdur, amma istəyirəm mənim veb saytımda xəbər olsun, 4 nəfər gəlsin oxusun. Desinlər ki, Həsənin, İnsaf Əlinin bir yaxçı veb saytı vardı, orada 4 dənə xəbər var, gedək oxuyaq. Məncə bu işi görməyib. Çünki onlar iki gəlirlər 4 dənə oradan-buradan xəbəri copy-paste elirlər, gətirirlər, qoyurlar burada. Əslində özlərinə təbliğ eləmirlər, o veb sayta təbliğ edirlər.
Məsələn, əgər mən İnsaf Əli Hidayət öz veb saytımda Radio Fərdadan xəbər gətirirəm, qoyuram, mənim müştərim ki, Azərbaycançılığı üçün deyir İnsaf Əli Azərbaycanlı da Azərbaycan üçün danışır, gəlir bura. Burada görür mənim xəbərim Radio Fərdadır. Deyir mən İnsaf Əliyə gəlincə gedirəm Radio Fərdaya da. Gedir Radio Fərdaya. Tüm İnsaf Əlidə bir şey yox idi. Bəs biz nə etməliyik? Özümüz yazmalıyıq. Azərbaycana görə. Qədim ki, məsələn, bir 5 il bundan qabaq, 10 il bundan qabaq xəbər almaq içəridən Güney Azərbaycan çox çətin idi eşikdə olan dostlara. Niyə? Çünki telefonla gərək xəbər alaydın, bilmirdin nə xəbər alaydın, gərək bəzi dostlara, famillərə zəng vuraydın gündə, onlarla danışaydın. Böyük pul, mən bəzən elə gün olardı $50 xərclərdim ta bir dənə xəbər tapam. Eləyə biləm yazam. Çünki telefonla gərək zəng vuraydın, bununla, onunla danışaydın, biri deyirdi, hə, filan yerdə filan bir hadisə üz veribdi. Ondan sonra onu oturaydın, məsələn, telefon şumarəsini alaydın, o adamların ki, o məsələdilər, adlarını alaydın, onun üzü ilə ya telefonlarını tapaydın, zəng eləydin, onların ailələrindən birini tapaydın, onunla danışaydın. Məsələn, ondan sonra gələydi olaydı bir dənə xəbər. Amma indi Telegram adında, Facebook adında, Twitter adında və çoxlu WhatsApp adında filan da bərnamələr var əldə ki, onlar çox rahatlıqla əks, Instagram məsələn, çox əks göndərir, ya xəbər qoyurlar və siz eləyə bilərsiniz, çox rahatca Azərbaycan yaşayan, Güney Azərbaycanda yaşayan adamlardan ya İranda yaşayan türklərdən oradan xəbəri tapasınız. Çox kiçik bir xətt olar, amma o sənə fikir verir, mən bunu xəbər eləyə bilirəm. Beləliklə görərsən ki, ya 2 dənə xəbər Azərbaycana görə yazdın, amma sənin xəbərindir. Bu fəqət İnsaf Əlinindir. Ayrı yerdə yoxdur. Onun üçün mənim müştərim ora gələndə deyər ki, bu İnsaf Əli yenə taza bir şey yazdı, sağ olsun. Bəlkə bu fikrini qəbul eləmirəm, amma mənə bir fikir verdi. Hətta müxalif fikir verdi. Mən İnsaf Əli kimi düşünmürəm, amma bunu düşünmürdüm. İndi ki, bu bunu yazıbdı, mən bunun xilafını düşünürəm. Tamam. Gedər və onun arxasında, yəni o xəbərin ayrı cür düşünər, ayrı cür yazar, ayrı cür danışar, onu ya rədd elər, ya təyid elər. Beləliklə bir hərəkət başlar. Hər xəbər necə ki, vüqu tapması, üz verməsi bir hadisədir, onun yayılması da bir hadisədir. Məsələn, bir nəfər uşaq doğulur nənədən, bu dünyada bir dənə yeni hadisədir. Bilmirik nələrə səbəb olacaq bu uşağın gələcəyi. Elə indi ki doğulur, bir dənə nənənin və bir dənə ailənin yaşaddığına, ya kədərinə bais olur. Məsələn, bir dənə nənə bir neçə gün bundan qabaq, mən 2 dənə video görmüşəm bu günlərdə, bir dənə bir xanım xiyabanda gedir, elə xiyabanda uşaq gəlir, şalvarın çəkir aşağıya, uşaq düşür baş üstə yerə. Nənə çifinin hayındadır, uşağın hayında deyil, uşaq qalıb yerdə. İnsanlar yardım eləyim, əl atın bu uşağı götürüm, bunu qoyum ora, bunu əslən insaniyyət ölübdür. Ya bir dənə Pakistanda uşaq tapılıbdır, deyirlər gecə olubdur, mən özüm də bunu yaydım, elə hər kəs nə yazmışdı onu götürdüm, qoydum. Amma vaqiyyət budur ki, orada bir naylonun arasına qoyublar, uşağı atıblar qənoa, uşağın üstünə bəllidir ki, çox qərə, aşqallı suzat tökülübdür, uşaq qəp-qərə olub ağzı burnu. Bunu götürüblər, insanlar ilgənirlər uşağa əli vuralar. Nədən bilmirəm, uşağın nənədən çıxanda uşaq dünyanın ən gözəl və ən əslən, hətta o nənənin eczi də olsa uşaqda yoxdur. Bəlkə qanunda ola, amma uşaqda yoxdur. Uşağın üstü, uşaq bir dənə sudan çıxır ki, orada mərəzçilik olmaz normaldır. Bunun üçün biz indi yenə qeydim bura. Hər bir xəbərçi üz verir o cür bir hadisə, dünyada bir şey başlır. Gələcəkdə nə olacaqda, onlar da hər gün ki, bu uşaq keçəlir, hər saniyə ki keçəlir, hər saat ki keçəlir, hər gün, hər həftə, hər ay, hər il ki keçəlir, onunla bu hadisələr
fərqlənir. Biz də hər xəbəri ki yazırıq, o xəbəri yazmaqla bir hadisə yaradırıq. O hadisəni hər neçə nəfər oxuduqca, hər nəfərin bir dənə adam oxuduğunda onun dövrəsində bir dənə mövzular yaradırıq. Elə bir ki, bir dənə daşı atırıq gölə, o adam göl, o adam o daşdır. Atdıq gölə, yəni düşdü bizim xəbərimizi oxudu. İndi bu adam özü bu xəbərin ətrafında danışacaq bir iddia adamları ilə. Arvadı ilə, uşağı ilə, yoldaşı ilə, dədəsi ilə, nənəsi ilə, bacısı ilə, qardaşı ilə, dostları ilə filan, həmkarları ilə danışacaqdı. Bu xəbər yayılacaqdı. İndi bizim 100 nəfər gəlsə veb saytımıza, hərəsi də 10 nəfərinlə danışsa, bu 1000 nəfərə bizim sözümüz çatdı. Bəzən biz xəbər yazmarıq, fəqət fikir yazarıq. Fəqət baxışımızı, ideolojimizi ya düşüncəmizi yazarıq. Bu xəbərdən də mühümdür. Müsbət ya mənfi, düz ya qələt, o zaman ki bir dənə fikir yazıldı, onu bir nəfər də oxusa, cərəyan başlandı. Yəni siz başladınız müvəffəq olasınız. Siz başladınız insanları dəyişdirməyə. Biz insanları birdən-birə dəyişdirənmərik. Bəlkə zorumuz olaq deyək ki, sən bundan bu qırmızını çıxart ginən yerinə ağ giyginə. Amma insanın zihnin və için dəyişdirməyə bizim zorumuz çatmaz. Heç hökumət tarixdə eləyə bilməyibdir. Bir nəfərin için dəyişdirə. Bizim çoxlarımız müsəlmanıq, amma oruç tutmarıq, namaz qılmarıq, xilaf işlərə əl vırırıq, oğurluq elərik, yalan danışarıq, insanlara xiyanət elərik. Din də belə bizi dəyişdirə bilməz. Çünki biz hər şeyi öz mənafeyimizdən baxarıq. Hər insan öz mənafeyi ilə dünyaya baxar. Və öz mənafeyi ilə hətta dini, hətta siyasəti, dövləti, hər şeyi öz mənafeyi ilə görər. Bunların içində təbii ki, bir də fədakar insanlar var ki, öz mənafeilərinin yanında, diqqət buyurun, öz mənafeilərinin yanında millətlərinin ya bir iddia adamın da mənfəətlərini düşünər. Bunlar fədakar insanlardılar. Bunların fikri hər nə olursa, onu qoyun kənara. O qədər mühüm insandılar ki, bunları qəhrəman demək olar. İndi, teorik bəhsimizi yavaş-yavaş mən yığım bir yerə. Pəs, əvvəlincə ilə qeydim tərəfsizliğə. Ruznameniqaridə tərəfsizlik adında bir şey yoxdur. O zaman ki, bizim əlimizə gündə 100 dənə xəbər gəlir, məsələn, Telegramdan, məsələn, Güney Azərbaycana görə, diqqət buyurun. Amma mən gəlirəm 100 dənə xəbərdən Təbrizi götürürəm, ya Ərdəbili, ya Zəncani, ya Qəzvinin görə bir xəbər götürürəm, ya gedirəm bir dənə alimə görə, danışməndə görə, Bəsiciyə görə, Xümeyniyə görə, fulana görə xəbər götürürəm, hətta mənfi də yazsam, onun ziddinə də yazsam, amma o birisləri tərk edirəm, demək ki, mən bu xəbərləri qalana görə tərəfsiz deyiləm. Mən onları görmədim, tutdum. Görmədim, tutduğum üçün bu mənim marağımı çox çəkir. Mən bunun tərəfdarıyam. Hətta əgər bunun ziddinə yazsam. Məsələn, Xümeyninin oğlu deyir ki, nəvəsi deyir ki, İmam Əli, Həsən, Hüseyn, Əbəlfəz İranlıdırlar. Bunun yanında Azərbaycanda zəlzələ olubdur. Güney Azərbaycanda aynı gündə zəlzələ olub. Məsələn, indi yadımda deyil ki, aynı gündədir, ayrı gündə deyil. Mən əvəzin ki, zəlzələni yazam Təbrizdə, gedirəm Xümeyninin oğlunun o sözünü yazıram. Burada mən tərəfsiz deyirəm. Mən tərəfdaram. Niyə zəlzələni görmədim, o xəbəri görmədim, bunu gördüm. Bir şeylər məni çəkir bu tərəfə ki, o tərəfə çəkmir. O mənim tərəfdarlığımdır bu tərəfə. Hətta əgər buna mənfi baxsam. Biz gəlirik buradan bir dənə böyük mənafiə gedirik. Bu Xümeyninin oğlunun nə xəbəri yazanda Azərbaycan düşünürük. Zəlzələdən bizə mühüm olur bu xəbər. Gəlirik, bu xəbəri qoyun onu yazın. İndi bunu yazın. Məsələn, zəlzələ, burada yazaq. Zəlzələ, burada da yazaq. Xümeyninin nəvəsi.
Mən əgər Təbrizdə zəlzələni görmürəm, gəlirəm Xumeyninin nəvəsini yazıram, amma iddia edirəm Azərbaycanlıyam və Azərbaycancıyam və Azərbaycan yazarıyam. Gərək gələm deyəm ki, niyə mən Xumeyninin oğlunu, yəni özümə və xanəndələrimə, oxucularıma, tamaşaçılarıma deyəm ki, niyə Təbrizdə olan zəlzələ mənə əhəmiyyəti azdır Xumeyninin o nəvəsinin sözündən. Bu suala gərək mən milliyyətçilərə və millətçi olmayanlara belə cavab verəm. Çünki Ruznamenigarın vəzifəsi birincisi budur ki, hamıdan soruşsun ki, ağa sən məsuliyyətini qəbul elə, bu sözü ki, ya demirsən, bu işi görürsən, ona cavab ver. İndi özü öz yazdığını gərək cavab verə. Hər nə mənə ki, xəbər yazırıq, gərək biz ona cavab verək. Niyə zəlzələni yazmadım? Bunu yazdım. Zəlzələdə adam ölməyibdi. Okey, adamlar qorxdular, amma çox mühüm deyil. Bəli, bunun sözü bir zəlzələ yaradır. Bunu yazaq. Amma indi, əgər bizim bir nəfər burada zindanımız tutulubdu, zindana düşüb bir nəfər, ya bir dənə hərəkət başlanıbdı, onu gərək Xumeyninin bu sözündən, nəvəsinin sözündən qabağa gətirək. Əvvəl onu yazaq, sonra Xumeyninin nəvəsini yazaq. Pəs Azərbaycançı olmaq, milli Azərbaycançılıq olmaq xəbərdə budur ki, biz hangi xəbəri seçirik, onun anlamı budur ki, biz o xəbərin haqqında tərəfsiz deyirik, tərəfdarıq. İndi ona ya mənfi baxırıq, ya müsbət baxırıq. Biz xanəndələrimizə deyirik ki, bizim düşüncəmiz nədir? Niyə Azərbaycanı qoyduq, getdik, oraya yazdıq? Bir də hər xəbəri ki yazırıq, o xəbəri yazmaqla insanlara deyirik ki, siz mən Azərbaycancıyam ya yox, mən nə fikirləşdim? Əgər mənim xəbərlərimin veb saytımda %50-si, %60-ı, %70-i, %80-i, %90-ı, %99-u belə Azərbaycan üçün deyil, amma mən deyirəm Azərbaycancıyam. Azərbaycan gözü ilə yazılmayıb, amma mən deyirəm Azərbaycancıyam. Azərbaycan mənafi üçün yazılmayıb, amma mən deyirəm Azərbaycancıyam. Mən yalan deyirəm. Çox rahat. Mən yalan deyirəm. Mən Azərbaycancı deyirəm, millətçi deyirəm, millət mənafiyini düşünmürəm. Mən əgər xəbər yazıram, gərək məsələn web saytımda, ya weblogumda, ya Facebookumda %90-ı Azərbaycan üçün ola, %99-u Azərbaycan üçün ola, %1-i də o birisi millətlər üçün. İndi Fars ola, Ərəb ola, Kürd ola, Bəluç ola, Türkiyə ola, Azərbaycan, Şimali Azərbaycan ola, nə bilim. Onlar da o xəbərlər ola ki, bizə bağlı ola. Yoxsa mənə şahın oğlu filan qələti dartdı. Filan kəs filan şeyi elədi. Şəkəri yedi. Bunlardan nə mənə, nə Azərbaycana, nə çıxar? Onun üçün biz vaxtımızı o cür bir şeylərə qoymayacağıq, çalışacağıq, tərəfsiz olaq, tərəfli olaq, Azərbaycan tərəfdar olaq. Necə farslar bizim xəbərlərimizi yazmırlar? Çünki tərəfdardırlar. Əgər tərəfsiz olsalar, gərək indi Azərbaycanın xəbərləri onların radioların, televizyonların doldurar. Amma doldururlar. Bir dənə də məsələ deyim. Bunu da düzdür, o yarım saat teorik vaxtımız qutardı, amma bir dəqiqədə bunu deyərəm qutarar. Xəbəri gərək elə deyək ki, ən savadsız savadı olan insan ya savad olmayan insan rahatca düşünsün. Bizə tay düşünsün özü də. Çünki bizim bu yazıdan qəsdimiz ya bu danışmaqdan qəsdimiz budur ki, insanlar o cür anlasınlar ki, mən çalışıram, anladam. Yoxsa mən çalışan bir sözləri deyəm ağzımdan ki, onlar mən dediyimi anlamayalar, bir ayrı bir şey anlayalar. Onda bizim işimiz yandı da. Məsələn, bir dənə Telegramda bir qrup vardı. Mən özüm onun tərəfdarıyam, yəni. Amma ona qulaq asmaram. Normalda dostlarım qulaq asarlar ya qızımzadım qulaq asar. Mən onların vasitəsilə otururam, oturanda onu açarlar gülaq. Ərdəbil ətrafından bir nəfərin bir Behrəngişə adında bir kanalı vardı. Bayat xəbərlər deyər, nə bilim, vərziş xəbəri deyər, nə bilim, kət xəbərləri deyər, kasıb
kasıb xəbərləri, belə bir şey, Zənci inşaat zadı var filan. Onun 28 min nəfər, bəlkə bir ay bundan qabaq baxmışam, 28 min nəfər onun followeri var. Onu axtarırlar, görürsün nə deyir. Niyə onun 28 min nəfər var, amma sənlə mənim yoxdur? Hə, onun neçə işi vardı. Bir bu şey, insanlar xətərsiz şeyə çox yaxınlaşarlar. O şey ki, insanlara xətəri yoxdur, dövlətə xətəri yoxdur. Yəni vardı və dövlət eləyə bilən insanlar şey eləsin, ona çətin gələrlər. Ya gəlsələr də gizlədərlər. Və gülməli şeydə insanlar çox gedərlər, bununla belə gedərlər. Amma onun xəbərlərinin çoxu mən sevirəm. Deyim, çünki çox sadə bir dil ilə insanlara bir şeyləri deyir. Doğru da olmasa o xəbərlər, filancasının inəyi doğdu. Amma o xəbər deyir ki, o ətrafda olan insanların marağını şey edir, cəzb edir. O mühümdür. Onun üçün mən o adama da təbrik deyirəm, çox gözəl işləyir, sağ olsun. Mən inanıram ki, bir gün yavaş-yavaş o da milli xəbərlərə tərəf gələcəkdir, milli xəbərləri deyəcəkdir. Elə gülməklə heç iradı yoxdur ki, məsələn, gələ deyə filan kəs filan yerdə filan sözü dedi, milli hərəkətdən. Heç adını da getməyə milli hərəkət, amma deyə belə bu gözəl bir şey çıxaraq indi sonunda. Gələk indi fikrimizə. Keçən həftə dedik ki, keçən cələsə dedik ki, titr qullabdır. Biz onu salırıq dəryaya, dəryadan balıqlar tutmağa. Dedik ki, mağazanın vitrinidir, salırıq ora. Amma titrin biz dedik ki, titr axirin dərsdir ki, ruznameniqarlıqda deyənlər. Yəni 3 il yarım, 4 ilə yaxın qoymazlar ruznameniqar titr yazsın. Çünki gərək xəbəri yazmağı başara, sonra gələ titr yaza ona. Hər şeyi örgəşə ki, əli güclənə, fikri güclənə, təmrin eləmiş ola, yüzlər xəbər yazmış ola, onları getmiş ola, ondan sonra gələ onlara titr vurmağa başlayaq. Amma biz indi milli hərəkətdə dostlarımızın xəbər yazırlar, veb-saytları var, weblogları var, Facebookları var, Twitterləri var, Instagramları var, nə bilim, çoxlu bir şeyləri vardı və onlarda yazı yazırlar, ya danışırlar. Biz gərək eləyə bilək, indi bunlara köməklik eləyək ki, bunlar bu təcrübənin içində olduqları üçün gələrlər. Onun üçün titrdən başlayıq, çünki ən gözdə görüşən odur. Titrin müşəxəsələri nədir? Əgər bunu silə bilsəm mən, aha, bu abi ilə yazmayayım, elə abi ilə silmirlər bunlar. Mən şeylə yazsam, bununla yazsam, bunu silir biraz. Ərz edeyim xidmətinizə ki, titr gərək qıssa olsun. Qıssa. Hər nə qədər kələmələrin sayı titridə az olsa, belə titri güclüdür. Qıssa titri yazmaq çox çətindir. Yəni, mən də oturam indi qıssa titri yazam, bəlkə bir dana qıssa titri yazmaq üçün 20 dana titri atmaq məcburiyyətində olam. Yəni, 20 dana titri hey yazam, bunu belə, onu belə, bunların tərkibindən bir dana, onun tərkibindən bir dana, onun... Yəni, bu cümlələri ki yazıram titr adında, hey bunu dəyişirəm, bunlardan istifadə edirəm, bir ayrı fişə çatıram, ondan istifadə edirəm, bir ayrı fişə çatıram, ondan istifadə edirəm, bir ayrı fişə çatıram, axirdə bir dana titr tapıram ki, 4 kəlmə ya 5 kəlmə olsun və onunla gedim bir şey çıxıb. Mən indi, məsələn, əgər istəyən bir dana nümunə vuram titridən, icazə buyurun gedim mən bir dana web-sayta görüm, hangisine gedim Allahdan ötürü, mənim burada açıq olan biri tapsam gedərəm ora. Ha, qoyun elə bir dana xəbər Cünaz TV-dən gördüm, bunu yazım, bunun üstündə danışaq, heç bilmirəm də kim yazıbdı, istəmirəm də biləm kim yazıbdı, sağ olsun yazıbdı, zəhmət çəkibdi, amma biz bunu dərs eləyək özümüzə, örgəşək. Yazıbdı ki, titrin beləsi yazıbdı. Təcəmmü رانندگان تاکسی در خوی. Bir dənə də əlavə qoyub yazıb video. Tamam, o təsvir. O təsvir mühüm deyil.
1, 2, 3, 4, 5. 5 kəlmə ilə bir dənə cümlə yazıbdır. Çox gözəldir titridən. Titr olmaqla gözəldir. Çünki kiçik bir kəlmələrlə bir böyük cümlə bizə fikir yetirir. İndi bu titri bir dənə həqiqi titridir. Web saytına vurulubdur. Müştəri cəzb eləyəcəkdir. Bunun bir gündən sonra, ya yarım gündən sonra, ya 10 saatdan sonra görəcək ki, neçə nəfər bunu oxuyublar, başlayacaq ki, nə təsiri var. İndi baxın görək ki, bu titr otururuq hərfi baxımdan nəqd eləyək, görək ki, nə cürdür. Dedik ki, çox gözəl yazılıbdır, çünki 5 kəlmədən istifadə olunubdur. Amma bunun mənası nədir? Təcəmmü ranendiqan taksi dərxol. Yəni nə? Nəyə təcəmmü eləyiblər? Toydu, qaz alırlar, yol bağlanıbdır, adamlar taksiyə minmirlər, kirayə azdır, polis şəhərdə bərq gedib, polis yoxdur, gəlsin bunları yol açsın, geçsinlər. Yoxsa bir dava düşüb, bunlar şahid gediblər, yığışıblar bir yerə. Nəyə təcəmmü eləyiblər? Çoxlu sual soruşa bildik bundan. Bunu o titrlərə deyirlər titri kolli və dərdə dəyməz. Yəni bunun olub olmamağının fərqi yoxdur. Bir pəyam vermir. Bir də ranəndələr yığışıblar bir yerə. Toya yığışıblar, ranəndələr günüdür, nə bilim bir şey günüdür orada yığışıblar. Nə bu titrin necə adamları çəkər ora? Necə deyər ki, gəlin məni oxuyun, məndə bir şey var sizə deyirəm. Vaqəən mən gözüm xəbəri üçün oxumamışam, bilmirəm bunlar nəyə toplanıblar. İranda təcəmmü kəlməsində biraz etiraz sözü ola bilər. Etiraz fikri içində mənası ola bilər. Çünki sonra gələcək təhdid kəlmələrin üstündə deyəcək, hər kəlmənin 5 dana ziddi mənası olmalıdır. Hər kəlmənin təcəmmü, ranəndələr, taksilər, xoy kəlməsi, bu dərhət, xoyun hərəsinin gərək 5 dana ziddi mənası ola. Yəni 10 dana məna ola ki, bunlar bir-birinin ziddinə olalar. Təcəmmü kəlməsində indi İranda yazılmaq mənfi məna var. İndi. Əslində təcəmmü kəlməsi çox gözəl bir kəlmədir. Azərbaycanlılar Qələbə Babəkdə təcəmmü elədilər, birləşdilər. Azərbaycanlılar filan məclisdə toplantı təcəmmü elədilər. Amma məmulən belə bir şeydə, cümlədə bir bundan mənfi anlam almaq olar. Amma çox zəif. Pəs titrimiz nə olmalıdır? Titrimiz şəffaf, müstəqim hərəkətdir. Burada hərəkət yoxdur. Titrə baxsaz, məsələn, hər yerdə bunu vururlar, filan yerdə oldu. Yəni, eyni buna baxsaz, buna dilə titr kolli da, içində hərəkət yoxdur. Feilində hərəkət yoxdur, feili yoxdur. Məsələn, bu ehtimalən çəqquşi bir titridir, amma çəqquşi titrin gərək bir içində hərəkəti olar. Onları deyəcəm hərəkət nədir. İndi biz istəyək bu titri bir dənə qəşəng titrə çevirək. Mən bu xəbərə bir də baxım, bəlkə görək bunun mətni nədir, sonra indi gərək bunu hardan biləm bunun mətni nədir. Bu mənə heç zat vermədi ki, mən bu xəbəri oxumağa gəlmərəm. Mən şəxsən bu xəbəri oxumaram, amma indi burada istəyək bu dərsdə istifadə edək, məcburam. Açın bunu. اوکی. رانندگان تاکسی های شهرستان خوی به دلیل مشکلات صنفی در 4 راه مرکزی این شهر تجمع نمودند. گفته می شود این تجمع تا عصر امروز نیز ادامه داشت.
Tamam, yenə də bax bu liddə də yazıb ki, bunların sinfi müşkilləri var. Yəni bəlkə şəhridariyə deyirlər biz az maliyyat verək, bəlkə nə bilim deyirlər ki, taksirani sinfi bizdən çox pul alır aylıq maliyyat, nə bilim dövlət bizdən çox maliyyat alır, nə bu cür bir şeylər. Bunun nə ərزişi var mən ondan ötürü vaxt sərf edirəm bunu oxuyam. Biraz da çox oxuyaq. به گزارش شناسی صبح امروز 7 دی اعتراض صنفی رانندگان تاکسی در شهرستان خوی واقع در استان آذربایجان غربی şuru شد. Yoxdur, buradan da bir şey yoxdur. Yəni bunlar izafi yazılıbdır. هنوز از جریان مشکلاتی که اداره و اصناف و حکومت ایران برای رانندگان تاکسی شهر خوی به وجود آمده خبری در دست نمی باشد. Yoxdur, bunu nəyə yazmışam mən? En sonu budur ki, müşkülatı ki bu sinfə gəlibdi, onu dövlət gətiribdi, ondan da xəbərimiz yoxdur. Yoxdur, bu xəbəri nəyə yazmışam? Aslında bu düşəsə bu xəbəri yazmaydı. Amma indi biz istirik Azərbaycan gözü ilə bunu xəbərə çevirək. Nədir xəbərə çevirərik? Diqqət buyurun. Bizə 4 dənə əks göndəriblər, sayım 4 dənədir ya 5 dənədir. 4 dənə əks göndəriblər, çünki burada 4 dənə əks qoyublar. Heç zətdə göndərməyiblər. Yoldaşımız ki bizi bunu göndərib mənə deyibdi ki, məsələn insəfəli bax, şeydir, bu da əksləri Xoyda ranendələr təcəmmü ediblər. Mən ondan soruşa bilirəm ki, elə o dostumuza yaza bilirəm. Ha zaman toplanıblar. Burada yazıb ki, bu günləri ayın 7-sində. Hə, indi xəbəri yazanda, bu çox yaxşı oldu. Buradan keçək bura. Xəbəri yazanda xəbərin nədir? Əslən hangi ünsürlər gərək xəbərdə olsun? Ta deyək, o xəbərdir. Yəni əgər o ünsürlər olmasa, o xəbər deyə yazmamalıdır. Diqqət buyurun. Biri nə mənə? Nə? Yəni nə hadisəsi üz veribdi? Bu hadisə ranendələr toplanıblar. Amma bir şeyə etiraz üçün toplanıblar ya nə üçün? Biz yəni onu bilək. Etiraz üçün. Ehtimalən. Amma bilmiyorum. Nə mənə? Biri budur kimlər? Kim ya kimlər? Ranendələr, sürücülər. 3. Harda? Xoyda. 4. Nə olubdu? Yox, bağışlayın, onu nə mənəni orada yazdıq. Niyə? Niyə toplanıblar? Nə mənə toplanmaq? Kimlər? Sürücülər? Harda? Xoyda? Niyə? Bilmirik. Necə? Necə toplanıblar? Biz hər xəbəri yazmaq üçün bu 1, 2, 3, 4, 5 bir danası da gərək olmuşsun. Ha zaman. Ha zaman ya hangi zaman? Bu 6 dana sözdə gərək cavab verək sualda. Yəni xəbər əgər yazırıq gərək bu 6 danaya cavab verək. Əgər bu 6 danaya cavab verəmirik, xəbəri yazmayacağıq. Xəbər naqisdir. Xəbəri, hətta bir cümlə də yazsaq gərək bu 6 dana olsun. Yazaq ki, Xoy taksi sürücüləri maliyyatın çox olmasına, polisin cərimə yazmasına, hər nə mənə ki orada vardı, üçün filan günü etiraza toplandılar. Cümlə tamam, xəbər tamam, əksləri qoyun, gözəl xəbər hamı gəlir oxur. Heç olmasa taksicilər özləri oxurlar. Taksiyə minənlər də oxurlar. Niyə? Çünki xəbər bizim mənafiimizlə əlaqədardır. Yəni, həm taksicilərin,
həm taksiyə minənlərin mənafeləri ilə. Bəlkə onlar kirayəni çox atsalar, taksiyə minənlər nə edəcəklər? Onun üçün biz gərək bunu diqqətli olaq, bu 5 dənə sözə cavab tapaq, 5 dənə, 6 dənə soruya cavab tapaq, bu 6 dənə sorunun cavabı bir xəbər olacaqdır. Bəlkə mümkündür, buna bir paragraf ya 2 paragraf ya 3 paragraf yazaq. Buna da o qədər, buna da o qədər, buna da. Yəni xəbərimizi əgər açıqlasaq, çox mühüm olsa, indi bunu nə cür eləyəcəyik? Baxın, indi bu xəbər var, bu da titridir, vurulubdur. Amma bunun əksi də varımızdır. Amma bunu nə edəcəyik? Birinci budur ki, eləyə bilərik, Xoyun taksirani sinfinə zəng eləyək. İkincisi budur ki, o şəhərdə 2 nəfərə telefon eləsək, bir familin var taksici ola, lütfən onun nömrəsini vermənə verərlər. Onun nömrəsini alacaq, zəng vuracaq. Üçüncü budur ki, 118-dən taksi telefonları ala bilərik. 118-də zəng vurarıq, taksi telefonların nömrəsini alarıq, oradan zəng elərik və deyərik ki, belə mən bir dənə taksi telefonu istəyirəm, ya 2 dənə taksi telefonu istəyirəm, nömrəsi istəyirəm. Alarıq, onlara zəng vururuq, deyərik ki, mən xəbərnigaram, eşitmişəm orada belə bir şey olubdu, nə üçün olubdu, nə olubdu, ha zaman başlayıbdı, neçə saat davam tapıbdı, istəkləriniz nədir, kimlərlə görüşmüsünüz, nə demişsiniz, nə danışmışsınız, bunlara cavab taparıq. Nə mənə olubdu, orada nə olur? Kimlər? Bir tərəfdən taksirani vardı, bir tərəfdən sinfi bir şeylər vardı, bir tərəfdən mümkündür dövlət əli ola, bir tərəfdən mümkündür maliyyat idarəsi ola. Hər kimlər var burada, kim və kimlər? Ya hangi orqanlar, bu kimdən mənzur adam deyil, bəlkə bəzi vaxtlar sazmanlar və təşkilatlar ola bilər. Harada? Aya fəqət Xoydadır, Xoyun ətraflarında da var ya yox, ayrı şəhərlərdə də var, aya ayrı şəhərlər bundan himayət eləyiblər. Elə məsələlərdə yaza bilirik. Orada yaza bilirik ki, biz hala bilmirik ki, Xoyun ətrafında da, Azərbaycan şərqidə də bundan himayət eləyəcəklər ya yox. Çünki istəyirik Azərbaycanda məsələn bir dənə cərəyan yaradaq əslən məsələ. Çünki xəbərnigarın mənafeyi budur da, baxar o mənafeyinə, baxar ruznaməsinin, öz siyasətinin xəbərinə, deyər məsələn mən istəyirəm İranda Azərbaycanlılar cəsurlaşsınlar. Yazar ki, Azərbaycan şərqidən hələ xəbər çıxmayıbdır, orada da taksicilər mümkündür belə bir iş görsünlər. Buna deyərlər təhlil. Xəbər oldu, getdi təhlilə tərəf. Suali versə, onlar suali soruşar. Hər kəs bunu oxusa, taksi sürücüsü olsun, yoxsa bir xəbərnigar olsun, yoxsa bir evdə hər kim olur olsun, onu oxuyanda özündən bu sualı soruşar. Görən Təbrizdə qoşulacaqmı? Biz də qoşulaq ya yox? Niyə? Niyəsi budur. Bunları nədən ötürü orada toplanıblar? Necə? Çigune? Hadisə nədir olubdu? Nəyin arxasında bu üz veribdi? Orada bir ittifaq ki düşübdü, bunları bura toplandırıbdı. Aya bunlar bəyaniyə yazıblar qabaqcadan, bir-birlərinə zəh vurublar. Nə cür istəyiblər bir yerə toplansınlar, taksilər toplanıblar. Hangi zamanda? Zamanın bildik, amma saatın bilmədik ki, axşama canıdırlar, ya sabah da olacaq, bir gündə olacaq, bir həftədə davam tapacaq, yoxsa bunlar bir istəkləri var dövlətdən, onu istəyibcən, ələ gətiribcən davam verəcəklər. Bu da odur. İndi onun üçün biz titri yazanda hətmən gərək bir neçə bir şeyə diqqətli olaq. Ta eləyə bilək ki, o titri o xəbərin içindən çıxadaq və yazaq. Bəs görürsünüz ki, niyə xəbərnigarda titr axirə qalar? Çünki xəbərin içindən çıxar. İndi burasını da deyim. 9 dəqiqəmiz qalır, amma mən çalışıram ki, bu titri deyim. İndi biz bir dənə xəbər tapmışıq. Bunu ittilatını da zəh vurduq, oradan buradan soruşduq. Ya Telegramda, ya dostlarımız ki vardı o şəhərdə, onlara zəng elədik, onlardan bir ittilat aldıq. Bəlli oldu, ya yazılaşdıq, bir ittilat aldıq. Bəlli oldu ki, doğrudur, düzdür, filandır. Bəlkə orada bir çaharlıq da təsadüf olubdu, taksilər yığışıblar, qalıblar. Ona görədir. Məsələn deyirəm. Məsələn, xiyaban batıbdır.
Taksilər də o tərəfdən gedəcəklər, xiyabanda bir tərəflidir. Məsələn, əkslərinə dubara gərək baxaq, bir tərəfdir, iki tərəfdir. Çünki o əkslər özləri böyük xəbərlər verir bizə. Neçə nəfər toplanmışdır? Xəbərimiz yoxdur. Taksilərin hamısı işləmirdi, xəbərimiz yoxdur. İşləmədi, millətin başına nə oyun gəldi, nə cür gəldilər, getdilər, bunların da xəbərimiz yoxdur. Yəni, bir çox xəbərimiz var ki, onları burada yazaq. Bizim fəqət xoyçular o xəbərimizi oxusalar, neçə min nəfər xoyda adam var, bizim xəbərimizi oxusalar. Çünki onlar işi taksiyə minəcəklər və onlar işi taksiyə sürəcəklər və onlar işi taksi ailələridirlər. Onlar işi taksiyə minmək ehtimalları vardı. Hamısı bu xəbəri oxumaq istərlər. O birisi tərəfdən də belə Tehranda, Xuzistanda, Ərəbistanda, Şirmanda, orada, burada da bu xəbəri taksicilər oxuyarlar. Çünki onların sinfinə rəbti var. Onların sinfinə, onların işlərinə əlaqədar olduğu üçün onlar da oxuyarlar. Pəs bu xəbər elə tənzim olsun. İndi fikir eləyək ki, biz zəhr vurduq, hər yerdən ittilatımızı aldıq, xəbərimizi aldıq, topladıq. Bir dünya zehnimizdə xəbər var. Ona titr yazmaq üçün iş görmək olar. Məsələn, fərz eləyək ki, bunlar şəhərdarinin plak pulusuna etiraz edirlər, ya maliyyət pulusuna etiraz edirlər. Məsələn, şəhərdari bunların maliyyətlərin %100 ya %50 ya %200 çoxaldıbdır. 2 qat eləyib. Bunlar da etiraz edirlər. Biz sənə ildə verirdik 5.000 tümən, indi verəcəyik 10.000 tümən. Məsələn deyirəm, ildə verirdik 100.000 tümən bir taksımıza. İndi sən bizdən 200.000 tümən istəyirsən, yəni 200 qat, 200% çox istəyirsən. Biz indi bunu vermək üçün gərək kirayələrimizi bahaladaq. Kirayələrimizi bahalatsaq, millətə zor gələcək. Millət işsizdir, pulsuzdur, bunu verə bilməz. Gərək boğazından kəsə, verə bizə, biz də verək sənə. Çünki benzin də bahalaşacaq, filan da bahalaşacaqdır, biz eləyə bilmərik. Ranəndələrimiz mümkündür, sürücülərimiz bu sözü deyərlər. İndi biz məcmu o itilatdan baxarıq görürük ki, bizə ən böyük, ən mühüm hadisə buranın harasıdır. 500 dana ranəndə şirkət eləyibdir. Odur. Kolli ranəndələr şirkət ediblər odur. Millət taksiyə minməyibdir. Taksilər qalıblar bekar odur. Maliyyat vermirik odur. Əvariz şəhərdarı vermirik odur. Bunların gərək ya ayrı bir dəlili var, siyasi dəlili var. Filan ustandar gəlib buradan keçəndə, ya fərmandar buradan keçəndə, ya rəis cümhur buradan keçəndə, ya imamcılar buradan keçəndə gərək xiyabanı bağlayasın, biz işləməyək. İstəyirik da işləyək, tutursunuz bizi. Ola bilər, məsələn, bilirəm ki, Tehranda, Təbrizdə belə bir şey olur. Yəni, məsələn, filan imamcıma gedəndə yolu bağlırlar, ya rəis cümhur, ya filan kəs gedəndə yolu bağlırlar, polis də alırlar qabaqda, maşın çıxsa onu vururlar, ya tuturlar. Buna görə ki, həylə bir şey olmasın, biz onu bilsək, o ən mühümmi titrlər o. İndi məsələn, burada nə olar? Təcəmmü ranəndəgan taksi xoy. Titrdə 2 kəlmə təkrar olmaz bir cümlədə. Onun üçün dəri silirik. Məsələn deyirəm, indi bunu dalısın yenə həm danışarıq. Dər etirazı به افزایش مالیات. İndi o 5 kəlmə idi. Görək bunu sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 kəlmə. İndi gəlirik, baxırıq xəbərimizə, otururuq həm. Deyirik ki, bu xəbərin titri çox uzundur. Bunu oracan ki, mümkündür, azaldaq. Kiçiklədək, ta qəşəng görsənsin. Herfeyi olsun. Təcəmmünü götürə bilirik ya yox. Ya bundan bir ayrı cümlə quraq. Dostlar ki, burada vardılar 11 nəfər. Xahiş edirəm ki, titr yazın. Fikir edin ki, maliyyata etiraz edirlər. Maliyyatın çoxalmağına və bir etirazdır. İndi buna titr yazın lütfən. Görəcəksiniz ki, titrlərə baxdıqca görəcəksiniz ki, kəlmələr cıqqıllaşır, məfhumlar qəşəkləşir, gözəl yazırsınız.
titri yazan yoxdur. Mən eləyə bilirəm bunu, ta siz yazınca mən də burada çalışım da. Təcəmmül kəlməsini götürəm. Etirazı da buradan götürəm. Gətirəm yazam etirazı. رانندگان تاکسی خوی به افزایش مالیات. Görək neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Hala yenə də çıxmaq olar, görək, baxaq görək. Məsələn, belə bir şey yazmaq olar, görün. Maliyat عامل شورش تاکسی‌های خوی. Maliyat ameli. Burada bir tane virgül ister. Maliyattan sonra tüm nəfəs çəkirik. Virgül o yerdə qoyular ki, yadınızda qalsın. Məcburuq. Nəinki nəfəsimiz qutarır. Məna qəşəng çıxmaq üçün məcburuq bir qıssa duraq. Orada virgül qoyacağıq. Maliyat amel şورش تاکسی‌های خوی. Amma maliyat amel olmaz. Amele şورش taksihaye xoy. Hər yerdə dursaq cümlə naqis olar. Amma orada maliyyatda dururuq. Durmasaq məna görməz. Maliyyat-ı amelə olmaz. Farslı dilində. Mən hala hələ heç kəsdən bir titr, bir nəfər yazdı, şatiri yazdı ki, Elçin yazdı, sağ ol Elçin. Okay. Elçin yazdı, taksiranان خوی در ایستگاه مالیات‌های سنگین. Taksiranان خوی در ایستگاه مالیات‌های سنگین. Yaxşı. Bunu mən burada yazdım, elə bunları yazaq, bunların üstündə də danışaq. Lütfən yazmağa davam verin. Fikirlərinizi paylaşmağa davam verin. Bizim bu sistem ucuzlu şorbanın deyərlər, ətin şorbası olmaz. Bu da həttəmən bunlar ucuzludular ona görə. Əlbəttə bu ucuzlusu çox silinir. Bu bahalılar əslən silinmir. Ona görə qalmışam ki, ucuzlu ət alaq ya bahalı ət alaq. Yaxşı, dostlardan Elçin bəy yazdı ki, taksiranان خوی خوی در ایستگاه مالیات‌های سنگین. در ایستگاه مالیات سنگین. Tamam. İndi bunu oturaq şuraq nədir bu? Səngin məfhum deyil. Bu sifətdir. Yazacağıq ki, biz normalda sifətdən xəbərini istifadə eləmərik. Ziba, zeşt, bəd, خوب، نیک، راست، درست، غلط. ondan sonra بالا، پایین، بیش، کم. Yadıma gəldikcə bunları deyirəm. Belə bir kəlmələrdən istifadə eləmərəm. Çünki xəbər gərək məhsus ola, ləmsləmək ola. Ləmsləmək üçün gərək metraj verək, ölçü verək. Ölçü verməsək, o xəbər düz deyil. Bizim eşidənimiz çoxdan azdan nə düşünür? Nə qədər çoxdur, nə qədər azdır. Məsələn, maliyyatın nə qədər çoxalması çoxdur, nə qədər çoxalması çox deyil, azdır. Filan şeyin nə qədər
uzun olması uzundur. Ne kadar uzun olması kıssadır. Falan şeyin ne kadar yaxşı olması yaxşıdır. Ne kadar yaxşı olması pisdir. Falan şeyin ne kadar pis olması pisdir, ne kadar pis olması pis değil. Bunları ölçənmirik. Sifət, gözəllik, çirkinlik, pıntılıq, yavaşlıq, yeyinlik. Biz bunları gərək metr verək, ölçü verək. Ölçü verəndə də deyirik ki, məsələn, istəyirik yaxşı falan şey gözəldir. Gərək ya nisbət verək, yaxşı ki, falan şey falan şeyə görə gözəldir. Çünki gözəllik sənlə mənim zihnimdədir. Məsələn, mümkündür mən bu videonun modelindən çox xoşum deyil, gələ deyən çox gözəldir. Sizin xoşunuz gəlməyə deyəsiniz, çox da pisdir. Amma buna tavsif versək, desək ki, bunun modeli belədir, rəngi də belədir, bu cür tərkib tapıbdır, o adamın zihnində yaranar, özü bilər ki, bu xoşgildir, ya xoşgil deyil, çirkindir, ya çirkin deyil. Bilirəm Şilasın vaxtı qutarıbdır, 3 dəqiqədə keçir əgər iştiba eləməsəm, amma onlar işi istəyirlər, qala bilərlər, bunu davam verə bildik, onlar işi istəyirlər, girə bilərlər. Bəlkə bir yarım saatda bu haqda danışdıq. Əlbəttə gediblər də 5 dana bizim indi feylən baxıcımız vardı, kilasımızda adamımız vardı. Okey. Dər isqah maliyyat neynədilər? Musafir mindirirlər, idarənin qabağıdır, idarə maliyyatın qabağında dururlar, orada isqahları, yoxsa nə? Burada gərək biz o etiraz kəlməsini yerləşdirək bir cürə. Dostlardan bir ayrısı yazmış ki, yenə də Şatili cənabları yazıb ki, etiraz rانندگان تاکسی به افزایش مالیات در خوی. Təqribən buna yaxın bir şey biz yazmışdıq. Gözəl idi, gözəldir. Vahid, qəşəng yazmışsan, sağ ol. Daha da bundan qıssa, daha da gözəl yazmaq olar. Məsələn, demək olar ki, مالیات خوی تاکسی ها را متوقف کرد. Məsələn, fikirləşsək, çox şey tapa bildik, gözəl cümlələr. Bilirsiniz, xəbər yazmaq, eyni halda titr yazmaq xüsusən bir şeir sənətidir. Şairlər bunu çox qəşəng başarırlar. Xüsusən onlar ki, mini şeir yazırlar ya qıssa şeir yazırlar, onlar fövqəladə titr vura bilərlər. Mən bunu deyim ki, həsrətliyəm ki, o cür bir şeir yaza biləm. Elçin qardaşımız yazıb ki, taksirayını koy der isqahı əfzayış maliyyat. Tamam. Orada ne inirlər? Biraz da Elbrus'tan qəşəng bir şey çıxar Elçin. و هیچ شاطری بیارید نیست به افزایش مالیات منجر به اعتراض تاکسیرانها در خوی شد. دری də götürsək خوی شد elə olar. در خوی. Aha, cümlənin feili yoxdur. افزایش مالیات منجر به اعتراض تاکسیرانها در خوی. Taksiran bir kəlmə gərək yazasınız. Bunu yadınızda saxlayın. Taksiran bir kəlmədir. Ha ayıra bilərsiniz. O iradı yoxdur, gərək ayırasınız. در خوی. افزایش مالیات منجر به اعتراض تاکسیرانها در خوی. Yox. Bunda gərək şüdü gətirəsiniz. Ya da ki افزایش مالیات منجر به اعتراض تاکسیرانهای خوی. Bu da ola bilər. Eləyə bildik deyək ki, məsələn, baxın, indi burada gedirik istiarə üstünə. İstirik şeir üstünə. صدای بوگهای تاکسی های خوی در اعتراض به مالیات درآمد. Məsələn, gedirik o tərəfə. Yəni biz burada düzdür ki, şeydir. Ya motor taksi های خوی خاموش شد. Burada ehtiyac yoxdur, maliyyatı da gətirək. Diqqət buyurun. Xəbər nədir? Baxın, burada xəbər budur. Şeir haləti var. Deyirik ki, nə dedik? Bunu bir də yazın. Motor taksi های خوی
خاموش شد. 1 2 3 4 5. Burada ehtiyac yoxdur etirazı gətirək. Çünki burada deyir ki, bunlar işləmirlər. Xamuş olubdu motorları. Amma bizim xanəndəmizin zehnində budur. Niyə bunların motorları söndü? Hamısını da taksi haya xoy. Niyə fəqət xoyun taksilərinin motorları sönübdü? Nə bəla gəlib bunların motorlarının başına? Burada birinci xəttimizdə gərək, yəni titrdən sonraki gedirik lidə. Lidə gedəndə gərək orada yazaq ki, به علت افزایش مالیات در خوی تاکسی های فلان خاموش شدن. مثلا موتورهای taksi های falan خاموش şodan. Yəni aparırıq bura. Baxın, buradan görün fikrimiz hardan hara getdi ha. Fikrimiz hardan, yəni titrləri vurmaqla görün fikrimiz nə qədər dəyişə bilir. موتور تاکسی های خوی خاموش شد. شدند حتی. Cəm bağlaya bildik bunu. Müfrət də deyə bilirik, cəm də deyə bilirik. Bilirsiniz ki bunu. Ərz edeyim xidmətinizə. Dostlarımızdan biri ayrısı yazıbdı ki Vahid Şatiri yine yazıp ki افزایش مالیات اعتراض تاکسیرانان خوی. تقریبا buna yakın bir şey yaxuduq. Elsin yazıb ki چوب افزایش مالیات لای چرخ تاکسی های خوی. Gözəldir. Özün də gülmüsən, mən də güldüm. Gözəldir. چوب افزایش مالیات ویرگول لای چرخ تاکسی های خوی. Əlbəttə çaş bir cür eləyək ki o etisab məsələsi orada gəlsin. Yəni əsli məsələ budur ki orada etisab var. Vaqəən o təcəmmü ki yazmışdı xəbərin əvvəlində dostumuz, mən onu harda silmişəm gedibdi. O təcəmmü kəlməsi əslində etirazdır, etisabdır, bağışlayın. Bunlar etisabdadılar. Çox da çəkməz, bunun xəbəri istəyəqdə bax, mən fikirəm, mən əlan indi başlasam bu xəbəri tapam, yazam, 20 dəqiqə çəkər mənə, ta məsələn yarım saat. Mən yarım saata bu xəbərin ittilatını tapa bilirəm. Yox, kafidir ki, məsələn, dostlarımız ki, xoy əhlidirlər, onlardan birinə zəhv yox deyə xahiş eləyək ki, o zəhvırsın, soruşsun bir nəfərdən. Bir nəfər elə xiyabanda, bəqqaldan soruşsan, çıxar taksistan soruşarsa nə deyək. Bu rahatlıqdır. Ya aparar telefonun deyər ki, xahiş edirəm dostumla danış səndən, mən tanıdığım bir xəbərnigardır, ya həmvətəndir, bir nəfərdir səndən taksisi, bir dana taksisidir, Tehrandan zəhv vurub səndən soruşur. Lazım deyil, yox, mən Günazda işləyirəm, mən filan yerdə işləyirəm, mən xaricədiyəm, Almandiyəm. Lazımdır. Həmvətənimizi deyəcəksən ki, mən filan yerdə, filan ruznamədə işləyirəm, bir dana ruznaməni deyəcəksən, ya da ki, heç deməyəcəksən, bu qeyri-əxlaqi olar, deyəcəksən ki, mən bir dana məsələn, taksi ranəndəsiyəm, ya filan Tehrandan zəhv vurmuşam, ya filan yerdən zəhv vurmuşam, istəyirəm görüm nə keçir. Xəbərdə bəzən qeyri-əxlaqi iş olar. Yəni, insanlar məsuliyyətlərinə əməl eləməyən zaman xəbərnigarlar eləyə bilərlər ki, bir iddət qıssa xilafları eləyərlər. Məsələn, özlərin bir ayrı bir mövqeyiyyətdə görsədib, adamlardan ittilat alırlar. Qeyri-əxlaqi görsənmir, amma bunu elərlər bəzən. Xüsusən İran kimi bir rejimlər olan şəraitdə bu eləmək məcburiyyətində qalır. Çünki azadlığı aldığın halda insanlara ayrı yol buraxmırsan ittilat alsın. Onun üçün xəbərnigarlar da o yollardan ki mümkündür xəbər almağa çalışırlar. Bu da o. Ərz edeyim xidmətinizə, daxili titr gəlmədi. Elsin, bu titri bir şey elə, bizlərlə, əgər buradasan bilmirəm, buradasan ya yox, bu titri bir üstündə biraz işlə. چوب افزایش مالیات لای چرخ تاکسی های خوی bunu bir zərrə dəyişdir. Gözəldir, çox şairانه gedir, qəşəngdir. Bunu bir zərrə dəyişirsən qəşəng olar.
Dünənlərdə bir dənə titr görmüşdüm, istirdim onu gətirəm danışaq, amma keçmişik indi. افزایش مالیات تاکسی های افزایش مالیات ویرگول تاکسی های خوی را متوقف کرد. شاتر گشهد وحید گشهد خبر yazabilirsen Vahid ha. Bellidir. Sıxarın var. Ha, xəbər yazabilirsen. Eləyə ki, Telegramdan şey götürəsən, bir əks götürəsən. Dostlar, əgər fikrinizi qutarıbdır, bir dənə Telegramdan danışın biraz ha. Əgər dostlar istəyirlər bu haqda danışalar, mənə bir yazsınlar, mən onlara bir Telegramdan nə cür bir xəbər götürək yazaq. Bir də dünənləri keçənki günlərdə Elçin məndən bir sual soruşmuşdu. Onun cavabını sizlərlə də paylaşmaqda zərər görmürəm. Elçin soruşdu ki, biz Güney Azərbaycanlıların xəbərini yazanda həmişə mənfi xəbər yazılır. İnsanlar bizim web saytımıza gələndə xəbər çox mənfi olduğu üçün əfsürdə olurlar. Elçin düz deyir. Mütəəssifanə dünyada xoş xəbərin alıcısı olmaz. Məsələn, deyək ki, İnsafəli evləndi. Hamı evlənir də nə olsun, İnsafəli də evləndi. Ha, bir zaman mesela ben ayrılmıştım hanımımdan. Mesela titr vurmuşlar, İnsafəli ayrıldı. Çalışırdılar ki, mesela bundan bir xəbər çıxadalar. Əlbəttə xəbərdir. Mənim mövqeyyətimə görə böyük xəbər olurdu onlara. Olur. Bəzən beləsi olur. Amma şad xəbərin alıcısı olmaz. Deyək ki, Azərbaycanda 1 milyon ton alma tolidi oldu. Hər il olar, olsun. Olmalıdır da, ağaçlar meyvə gətirir. Amma o zaman ki deyirik, Azərbaycanda 1 milyon ton meyvə oldu. Amma 900 min ton tələf oldu. Əslən 100 min tonu tələf oldu, 10 min tonu tələf oldu, 1000 tonu tələf, 100 min kilo tələf oldu. Xəbərdir. Mənfi şey xəbərdir. İnsanın ruhiyyəsi mənfi xəbərlərdir. Məsələn, Filankəsin qızı qaçdı. Filankəs qız qaçıtdı. Mənfidir da, bilirsiniz. Çünki normalman olmadığı üçün, qanun əsasında getmədiyi üçün mənfidir. İnsan o xəbərləri sevər. Onlar xəbərdirlər. Amma kiçik yerlərdə, kiçik mühitlərdə kiçik xəbərlərdə xəbərdir. Məsələn, bir dənə kətdə filankəsin inəyi doğdu, ya qoyunu cüt doğdu. Bu keçisi 4 doğdu, 3 doğdu, nə bilim, 10 doğdu, 20 doğdu. Bunlar o kəndin içində xəbər ola bilər, o qısa yerdə xəbər ola bilər. Amma oradan çıxanda çox böyük yerə olmaz. Nə edəyək onda? Onda bizim işimiz bu olacaq. Baxın, məmulən hər sayt içi gündə 10 dana, 15 dana, 20 dana, 50 dana xəbər yazır. Ya radyo, ya televizyon. Gərək son qutaran xəbəri, ən son xəbəri gərək şad ola. Bir dana şad, ruhiyyə verən xəbərindən elə bir qapadır, bağlır. Gərək onu yazaq. Nədir? Məsələn, bir dana müsabiqə getibdir Azərbaycan, at müsabiqəsi. Məsələn, küftə bişirmək müsabiqəsi Təbrizdə getibdir. Əslən, bunlar da yoxdur, müsabiqə yoxdur. Bir nəfər bir musiqi buraxıbdır. Zerzəmi musiqiləri, gizli musiqilərdən biri. Bir nəfər bir traktora bir musiqi oxuyubdur. Yox, bu da yoxdur. Bir dünya əks qoyublar. Bir dana qız qoyublar ki, Azərbaycan Cumhuriyyətinin bayrağını əlində tutub. Türkiyənin bayrağını əlində tutub. Bir dana qız qoyublar ki, beləsi eləyib əlin. Nə bilim, bir dana əkslər salıblar. Azərbaycanın dağlarından, dərələrindən, mücəssəmələrindən, güllərindən, quşlarından, heyvanlarından, dağ keçisindən kullanılan əks var. Kətlərdən, kətdəki evlərdən, Azərbaycanın belə itlərindən, pişiklərindən bir dana əks qoyublar. Bu əksi götürürük.
Gətiririk buna bir caption yazarıq. Farsça zirnevis deyirlər. Rəsim altı. Rəsim altı yazarıq. Şaş mən eləyə biləydim, bura bir şey salaydım sizə, əks göstərəydim, ondan sonra yazaydım. Fərzi buyurun ki, mən indi əlan Telegrama baxsam, görün mənim telefonumun təəssüfanə şeyi yoxdur, bateri ölür öz-özünə. Bir yol. Bir də ölüb sönübdür, vurmuşam bərqə, bəlkə gələ biraz canlana, bəlkə sizə bir əks göndərəm. Məsələn, deyək, bir dənə əks qoyublar, hardan? Şah gölüdən, el gölüdən yox, Şah gölüdən. Baxın, bu adlar da çox mühümdür. Bunları danışacağıq, gəldikcə də danışacağıq. Oranın adı Şah gölüdür. Ora hangi zaman tikilibdir tarixin bilirsiniz. Oranın adı o zamandan Şah gölüdür. Nə Rıza Palaniyə rəbti vardı, nə də Məhəmməd Rıza Palaniyə, nə Xümeyniyə, nə Xameneyə. O, Azərbaycan millətinin tarixində bir addır, bir yerin semboludur və o ad deyir ki, buranı Farslar düzəltməyib ha. Buranı bir hökumət düzəldib. Azərbaycan milli hökumət düzəldib. Azərbaycan milli hökuməti peşəbəri yox ha. Azərbaycanlıların hökumət düzəldib. Pəs biz hər ad bizə bir tarix verir. Baxın, qədim Qacarların sonuna qədər dünyanın hər yerində bu cür idi. Bizim məmalik məhrusəmizdə də o cür idi. Hər şəhrin dövründə bir qələ olardı. Yəni divar çəkilərdi. Çox enli. Bəzən eni olardı, bəzən 4 metr olardı, bəzən 1 metr yarım olardı. 1 metr yarımdan azca olsaydı ona qələ deməzdilər. Şəhərin hər yerinin dövrünə divar çəkərdilər. Nəcür olur ki, diqqət buyurun. Nəcür olur ki, məşrutədə Tehrandan qoşun gəlir, 11 ay Təbrizi mühasirə edirlər, Təbrizə girənmirlər. Əgər Təbriz indiki kimi hər yerdən açıq olsaydı, dövrəsində qələsi divarı olmasaydı, buradan Səttarxanın adamı tutardı, onlar oradan girərdilər. Təbrizin o zaman 12 dənə, əgər səhv eləməsəm, qapısı var. 12 yerdən şəhərə girmək olur. Qalanı, yəni böyük qapılar var ki, içindən dəvə girə bilsin. Məsələn, 4 dənə, 5 dənə dəvə bir-birinin dibində girə bilsin. Boylarında da, üstlərində də yükləri olsa, başları o divarın başına dəyməsin. Divarlar da ucadır ki, çox rahatlıqsa nərdivan qoyub onun başına çıxıb aşa bilməsinlər. Divarın da dibində 5 metr, 10 metr qazıblar, içinə su doldurublar, onun da adı xəndəkdir ki, oradan keçə bilməsinlər bu rahatlıqda. Yəni, bir şəhərlər qədim difa üçün bir şəkildə tikilərdi. Memarisi fərqliydi. Rıza Palani gələndən sonra cəhdilər tamamilə şəhərlərdə illa 4-5 dənə kiçik yerlər qalır ki, onlarınki qalır. Tamamilə şəhərlərdə bu divarları yıxdılar. Şəhərlər tumansıq oldular. Dünənəcən damənləri var idi, bunları gizlirdi. Hər adam bura girənmirdi, hər adam buradan çıxanmırdı. Əmniyyəti yuxarı idi, oğrusu az idi. Bu günləri hər kəs, hər yerdən, hər şəhərə girib çıxa bilər. İndi bizə bir əks gəlibdi. Görsədir ki, filan şəhrin dövrəsində ya filan yerdə bir qapı var. İstanbul qapısı, Gədil qapısı, nə bilim, filan qapısı. Onu yazarıq, altında bir caption yazarıq. Onu da yenə şairanədir. Burada yenə şairanədir. Hər əksin altındakı caption yazılır. Bu özə həm xəbərdir, həm də bir şeirdir. Şimdi o adamlar ki şeir başararlar, xoş hallarını olsun. Mənim imkanımda olsa, qısa şeir yazanlardan istərəm, ya imkanı malum olsa istihdam elərəm, deyərəm Azərbaycandan gələn əkslərin altına caption yazın, şeir yazın. Və bunları eləyin ki, bu əkslə bərabər görsənsin. Eləyə bildik.
Məsələn, bir dənə əks gəlibdi, bir dənə gül görsədir Azərbaycandan. Daşın içindən, hər yer daşdır. Daşın içindən bir dənə gül çıxıb deşiyə, ya bir dənə kol çıxıb eşiyə. Ona bir istirıq kəpşin yazaq. Diqqət buyurun. Fikir edin ki, Qələ Babəkin o dağdır, görsəniz, daşlıq. O daşın içində daşların arasından bir dənə ağac çıxıbdı, gedib göyə. Fikir edin ki, armud ağacıdır. Armudları da gətiribdi. Ona bir dənə istirif burada, bu əksin altına bir şey yazaq. Həm milli olsun, həm Azərbaycan mənafiin təzmin eləsin. Nə yazarıq? Məsələn, yazarıq ki, məsələn deyirəm, mən ki, qürbətliyəm, belə bir şey yazaram. Olar bir gün ki, yenə də Qələ Babəkdə sənin armudun yiyəm, bu vətənin suyun içəm, sən mənə çətin şəraitdə yaşamağın və bar vermağın sembolusan. Ey Babəkin qalmış armud ağacı. Məsələn, mən şair deyirəm, yəni şeirində, amma çalışıram ki, bir zehniyyət verəm. Yəni biz hamımız gündə yüzlər əks görürük Telegramda. Bəzən 10, bəzən 5, bəzən də 100, bəzən mən vaqən əlində qalaram əlində. Bəzən də özüm həm Günazdan istədiyim üçün çoxlu vaxtlar Günaz TV-dən istərəm ki, dostlar əks göndərsinlər. Vaqən bir dünya əks gələr mənə. Bəzən baxaram deyirəm ki, qoyun bundan çıxım sizə bir şey deyim. Qoyun bir dərdimi sizə deyim. Urmu gölü bizə dərddir həmişə, bilirsiniz. Urmu gölü bir yaradır ki, sağalmaz. Hər yerdən Urmu gölünə baxsaq, yenə də biz bu bəlanın, dərinliğin hələ yenə gəlib kamil deyə bilməyəcəyik. Mən bir neçə gündür fikirləşirdim ki, dostlarla da bunu araya qoymuşam, amma bir şey çıxmır görürəm dostların tərəfindən. Farslar niyə Azərbaycanı kəbir nəməkə çevirmək istəyirlər? Əgər desək Farslar yox, Fars nümayəndələri, Fars hakimiyyəti niyə Azərbaycanın Urmu gölünü qurutmaqla istəyirlər ki, Azərbaycan düz kəviri olsun? Buna hər cəhətdən mən fikirləşmişəm, amma bir cəhəti taza kəşf eləmişəm və bugün bir məqalə yazmışam, bəlkə çox uzundur, hələ də naqis elə bu bərnaməyə görə onu yarımçılıq qoydum, gəldim, yazacağam, bəlkə 2-3 saat da çəkə onu təkmil eləyəm, bəlkə bir 4-5 saat da çəkə onu edit eləyəm, sonra qoyam, görəsiniz. Amma indilik qoymuşam veb-saytıma, çünki qorxdum ki, bir moqe kompüterim bağlanar, aradan gedər. Qoymuşam veb-logıma ki, biri istəsə oxuya bilər, görə bilər, amma naqisdir. Yəni, orada bəzi şeylər naqisdir, cümlələri naqis qoymuşam, üçün doldurmağa məcburam. Mənim nəzərimə Farsların bir böyük stratejiləri var. Farslar bilirlər ki, gec-tec İran təciyə olacaq. Ya xarici güclərin əli ilə İran yıxılacaq, təciyə olacaq, bu hökumət aradan gedəcək və İran təciyə olacaq. Millətlər istiqlallarını quracaqlar. Ya da içəridə şuriş olacaqdır və bu içəridən qalxan şuriş dövlətləri, yenə mərkəzi dövləti yıxacaqdır və milli dövlətdə qurulacaqdır. Bu iki yoldan ayrı yol mən görmürəm, indilikdə. Yəni, bu iki yaxı İran dövləti qalacaq bir gələn 10 ili imkansız görürəm mən. İmkansız görürəm, amma hər ehtimallığı var. İndi, İranlılar bunu bildikləri üçün bir işi görürlər. Bu ki, biz əgər İran yıxılsa və millətlər, dövlətləri vursalar,
Tehranın və Farsistanın nefti olmayacaq. Qazı da olmayacaq. Bir az da mədəni olsa onlar da görməyəcək. Nə etməlidirlər? Diqqət buyurun. Nə etməlidirlər? Mənim nəzərimə gəlir ki, onlar Kanadanın və Amerikanın stratejini götürəcəklər. Nə edəcəklər? Mühacirət olsun və torpaq sataq. Azərbaycan torpaqlarında Urmuc gölünün ətrafında deyirlər ki, 15 milyon ta 17 milyon adam köçəcək. Mən mühasibəni qoyuram 10 milyonun üstünə. Hər evdə 4 ailə olsa, nənə, dədə, bir qız, bir oğlan, 3 milyon 333 minə qoysaq, ailə olacaq. Çünki Kürdistanla müşkülümüz var. Həm dil müşkülümüz var, həm dil müşkülümüz var. Həm də Kürdistan əmni deyil və həm də geri qalmışdır. Həm ictimai cəhətdən, həm siyasi cəhətdən, həm elmi cəhətdən, həm iqtisadi cəhətdən, hər cəhətdən biz onların oxumuruq. Çox bir azı bu mühacirət eləyənlərdən Türkiyə, Azərbaycana, Avropaya, Amerikaya, Kanadaya, Rusiyaya, ora-bura köçər, deyək bir 3 milyon, 2 milyon onlara köçsün. 10 milyonu içəriyə, yəni az həzinə, çünki bunların hamısı pullu deyil ki, Azərbaycanlılar. Azərbaycanlı kasıb millətdilər. Elə yeməklərin zorla çıxardılar. Amma bunlar azdan çoxdan birinin apartmanı var, birinin evi var, birinin bağı var, birinin nə bilim falan var. Hərənin bir şey var, dədənədən qalıb deyə işləyiblər, alıblar bir yer. İndi bunlar bir gün olar ki, Farsların siyasəti nə olacaqdır? Əgər İran nəfti yoxdur, Farsların nəfti yoxdur, qazı yoxdur, cünubdan ala bilmirlər. Mədənləri də yoxdur, Azərbaycanda da millət şeydir, Azərbaycan da istiqlalını alıbdır, vermir, qoymur müstəmir olsun. Farsların yaşam qaynağı nə olmalıdır? Xüsusən ki, Farslar mərkəzdədirlər, həmişə bunu yadınızda saxlayın. Farslar mərkəzdədirlər, Azərbaycan buradadır, məsələn, deyək, Türkəmən, bura Şumaldır, Gilan Mazəndaran, bura Türkəməndir, bura Bəluçistandır, burada Xuzistandır, burada nə bilim Fulandır, Bəhmandır, beləsi. Yəni, gələndə Farslar burada mərkəzdə bir yerdədirlər. Dövrələrin kim alıbdır? Millətlər ki, iqtisadi istiqlallarını alıblar. Bunların nə dənizə yolları var Farsların, nə bir yerə. Yəni, əgər biz bunlarla düşmənçilik eləyək, bu millətlər Farslarla düşmənçilik eləyərək, Farslar kəbirdə duz yeməkdən sonra və əgər Bəxtiyarilər, Lorlar, Cunublular, yəni ərəblər suların kəssələr qoymasalar, Tehrana axtırdıqları sular axsın, bunlar duz yeməkdən sonra və püstə ağaçlarının qurumuş kötüklərin çeynəməkdən sonra çarələri olmayacaq. Çünki bunların təyyaraları da gərək bizim torpaqlarımızdan geçsin. İcazə verməsək təyyaraları da göyünə gedə bilməz. Bunlar dediyim daş, qum, duz, çınqıl, ondan sonra bir şey yiyənməzlər. Nə etməlidirlər? İran millətlərinin içində ən çox millət Azərbaycandır. Əgər bir iş görələr ki, onlar zaman içində, bir zaman, müəyyən zaman içində buradan köçələr gələrlər Farsistana, neçə dəlillə Farsistana? Bir bu ki, bu Fars dili rəsmi dil olduğu üçün Türklər də öyrəşiblər, o birisi millətlər də öyrəşiblər, azdan çoxdan. Bura gələ bilərlər, çünki Farslarla daxı danışa bilirik. İkinci bu ki, o birisi millətlər Türkəmənlərdir, Bəluçlardır, ərəblərdir, ərəblərin bir çoxu əlbəttə, Kürdlərdir filandır, bunlar sünnüdürlər. Təhlə millət ki, şiədir və bunlarla rabitəsi ola bilər, türkdür. İndi
Əgər bu Azərbaycanlılar 10 milyon istəyələr köçələr bura, 10 ilin içində, 15 ilin içində görür nə ittifaq düşər. Bunların iqtisadı mədənə yox, nəftə yox, düyüyə yox, almaya yox, heç sıra yox. Dayanar yer alım satımına. 10 milyonun hərəsi köçür Tehrana deyək. Farsistana, Tehrana yox. Farsistana köçür. Evlərin baş qoymalıdırlar. Çünki bir müştəri yoxdur satalar. Kim gələcək bunların? Evin məsələn deyək ki 500 milyon qiymətidir. Kim gələcək buna 50 milyon verə? Əgər 50 milyonluq ərzişi var orada qalmağa, özü qalar. Niyə gedir? Heç kəs bu yeri Azərbaycanlıdan almaz. Nə etməli? Fəqət pəsəndaz eləyənlər, dalda, bahda pulları olanlar, qızıl-mızılları olanlar, bunlar köçərlər, gələrlər Farsistana. Deyək ki, bunlar istəyərlər 10 ilin içində ev sahibi olalar. Çalışarlar, işləyən adamdılar axı. Cəsarətli, işləyən, qeyrətli, türkdülər. İşləyəcəklər. Bir idəsində pulu var. Gələcəklər. Hərəsi 100 metr alsa. İndi 100 metr, məsələn, ya Şirazda, ya İsfahanda, ya Kaşanda, ya Kirmanda, ya Tehranda bir 100 metr apartman neçədir? Dostlar, əgər qiymət bilirlər, desinlər. Mən fikirəm, əgər görsələr ki, bir 10 milyon adam, yəni 3 milyon ev orada alınacaqdır. 3 milyon ev İranın heç yerində boş deyil. Məcburla bunu tikələr, tikdik üçün hər şey gedəcək yuxarıya. Qiymətlər. Əgər bunu 300 milyondan qoyasınız, hər evi 300 milyon zərb eləyin 3 milyon 300 minə, bu fəqət xalis o puldur ki, burada alınacaqdır. Sərmayə quzarlıq olunacaq. Neçə milyard? Mən yazmışam, bunlar əlbəttə trilyardıdır. Trilyard. Yəni bilməm, neçə 100 min trilyardıdır. Belə bir şeydir. Yəni, çox böyük bir axır rəqəmdir. Yəni, İran büdcəsinin neçə ilinin bərabəri nəzərimə gəldi. Amma bilmirəm, onu şəkkim var. Gələk hesablayaq. Bir yol. İndi bunların gəlsələr, icarə eləsələr. 2 milyon 500'ə məsələn ev tutsalar, bunun fəqət bonqaq pulusu bilirsiniz nə qədər olar? Əgər evləri alsalar bir mövqeyi türklər 10 ilin içində 3 milyon 300 ev alsalar farslardan, fəqət %1 maliyyat versələr, bir evdə 300 milyona alsalar, fəqət ona 3 milyon versələr, komisyon pulu versələr bonqaqçılara, neçə milyard fəqət komisyon pulu elir. Dövlət 13%'a yaxın maliyyət alırmış. Onu versələr, neçə trilyard olur. Mən deyirəm, bunları hesaplamışam. Yəni, hesapladım, gördüm ki, bunlar yemək istəyəcəklər, paltar istəyəcəklər, başmaq istəyəcəklər, mədrəsəyə gedən uşaqlara kitab, dərs, midad, qələm, xudqar, nə bilim, paçnevis, midad təraş, rupuş, məğnə, rusəli, filan, bəhman, bu bir şeylər istəyəcəklər. Gedəcəkdir, ondan sonra döhtür var, dərman var, diş var, göz var, eynək var, xot var, şalvar var, toy var, əza var, nə bilim, gündə işə getmək, gəlmək, bir yerə qonaq gedib gəlmək, toy, bunlar hamısı xəşdir, hamısı puldur, hamısı iqtisaddır. Siz fikir edin ki, ortam, hər Azərbaycanlı o 10 milyon, hərəsi gündə fəqət 10 min tümən maşına verələr. İşə gedib gələcəklər, ya bir çünki 10 min tümən deyil, ki, bir üzrədən bir otobusla gedib bir yerdə işləyib qeytmək, 10 mindən fikir edirəm, çoxa baxar Tehranda zətdə. Amma əgər bir nəfər elə hərdən də bir, məsələn, çox adam taksi telefonu ilə gedir. 100 min tümən verir taksi biliyə, 200 min tümən verir taksi biliyə. Onu da bölsəz bunların üstə 10 min tümən deyə hər adam gündə xəşdəsin. Bilirsiniz bu rəqəm hara çatır? Yəni, rəqəmlər o qədər böyükdür. Mən bunları oxuduqca iqtisadçılara tamahım düşür. Elmilərinə. Olan bu güclükdə elm varmış, bizim xəbərimiz yoxmuş. Bunlar bunu mühasibə eləyə bilirmişlər.
Mənim nəzərimə gəlir ki, Urmuc Ölünün məsələn hər gün əksinə görə bir şey yazmaq olar. Hər gün bir caption yazmaq olar. Hər gün ona bir ağlaşma yazmaq olar. Bizim ölümümüzün ən mühüm ölümümüz ki, ona gərək daimən ağlayaq, Urmuc Ölüdür. Ona hər gün nə qədər yazsaq yeri boşdur. Onun üçün bu Telegramda falan da əkslər ki vardı. Bunlar xoş xəbərdirlər əslində. Uşaqlar, böyüklər, qocalar, heyvanlar bunları daha qoyub xəbər, bizim bunlar xəbərimizdir. Bunları qoyub xəbər eləyə bilirik. Çox sağ olun, təşəkkür edirəm. 1 saat 37 dəqiqə sizin vaxtlarınızı tutdum. Biraz titrə görə danışdıq, biraz da xəbərə görə danışdıq, xəbər mətninə görə danışdıq. Gələn şənbə günü sizi görmək ümidi ilə hamınızı Allaha tapşırıram. Əgər dostların bir sözü olsa eləyə bilərlər, xüsusi mesajda yazarlar ya da gələrlər oradan danışaq. Amma hər halda kilası bu gün burada qutarım. Sizlərin çox vaxtınızı almayayım. Sağ olun, sağ qalın. Görüşmək ümidi ilə. Necə bağlayacağım?